sizdə çox güclü alış-veriş etmək istəyi var. Hansı ki, bunu etməyəndə siz çox narahat olursunuz. Gərəksiz yerə bəzi əşyaları alırsınız. Bu sizin maddi sıxıntılarınıza və sosial əlaqələrinizə də təsir göstərir. Şübhəsiz ki, söhbət burada kompulsiv alış-veriş asıllığından gedir. Bu zaman insanların içində çox bir güclü alış-veriş etmək istəyi gəlir. Bundan ötürü marketlərə, mağazinlərə gedirlər, ticarət mərkəzlərinə gedirlər, baxırlar, hansı ki, bunlara lazım olmayacaq. Bəlkə də nə vaxtsa da heç vaxt istifadə etməyəcəklər, nə vaxtsa lazım olar deyəcəkdir, bir alış-verişi edirlər. Bunu etdikdən sonra bunlarda çox bir rahatlama, həzz almaq duyğusu yaranır və bir müddətdən sonra yenidən bu təkrarlanır. Lakin bütün bunlar həmin şəxslərdə maddi sıxıntılar, kreditlərin götürülməsinə, borclanmasına səbəb olur. Bunların rast gəlmə tezliyi insanlar arasında hər 100 nəfərdən təxminən 10 nəfərinə kimi rast gəlinir. Yəni bu qədər geniş yayılmış bir pozuntudur, asıllıqdır.